Axşamınız xeyir olsun. 28 may 2025-ci il növbəti video. Müstəqillik günündə artıq 3-cü, 4-cü videomu çəkirəm. Bu dəfə sizə keçmiş Malakan bağı, indiki Xəqani parkını təqdim edəcəm. Düz Bakının mərkəzində gözəl bir parkdır. Bu arada təkrar hamının bayramı mübarək, bütün Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm. Bu parkı nəyə görə xüsusilə göstərmək istəyirəm? Baxın, bu ərazilər var. Önümdəki yaşıl ərazilər əvvəllər maşın yolu idi. Bu tərəfdən gələn maşınlar, qarşıdan gələn maşınlar hamısı belə düz gedərdi və oradan dövrə edib qayıdardı. İndi isə bura hərəkətə bağlanıb, tam piyadaların istifadəsi üçün verilib və park genişlədib, çox genişlənib, gözəl olub. Ona görə istəyirəm mən indi buradan gedim bir dövrə Xəqani parkını, keçmiş Malakan bağını bir dövrə vurum. Burada da Malakan kafe, Madison kafe və s. Gözəl güllər, çiçəklər, yollar çəkilib burada. Və mən də burada ilk dəfədir oluram yeni təmirdən sonra. Malakan bağı keçmiş Bakı sakinlərinin sevimli bir yeri idi. İndi də elədir. Yeni adı ilə Xəqani parkı. Şamaxıda anadan olmuş Xəqani Şirvaninin şərəfinə Xəqani parkı adlanır bura. Artıq hava qaralıb. Saat 9 tamam və gözəl skamyalar qoyulub, yaşıllıqlar. Bu yol gedir, birləşir Nizami küçəsinə və Targovu deyilən yerə çıxırıq. Çox gözəl düzəldilib, çox səviyyəli. Əlbəttə burada çox maşınlar keçirdi, səs, küy, maşın siqnalları hərəkətə mane olurdu. Azərbaycanın, Bakının əhalisi çoxaldıqca insanların gəzməyi üçün yeni yerlər tələb olunur, yeni ərazilər. Bu da onlardan biri. Hələ də təmir işləri gedir. Giriş qadağandır yazıb. İndi buradan dövrə vurub gedəcəm Malakan bağının içinə. Saat 9 olmasına baxmayaraq, bayram olduğuna görə hamı gəzintidədir, çoxlu turistlər önümə çıxır. Bu isə Xəqani ticarət mərkəzidir, tam mərkəzdə. Çinlici Türk brendi burada uzun illərdir fəaliyyət göstərir və dönürük Xəqani parkının içinə doğru. Bu tərəfdə gözəl şəkildə bəzədilib, kollar, ağaclar əkilib. Çünki burada maşın yolu idi. Artıq aydın oldu orada. Qəşəngdir. Biz ən yaxşısı gedək buradan Xəqani parkının için. Baxın, quşların yuvası nə gözəl düzəldilib. Çox yaşıllıq edib, zibil qabları rahat burada yığılıb. Hər yer tərtəmizdir. Hamı çalışır ki, Bakını qorusun. Təmizlik gətirir, belə deyim. Artıq insanlarda bir məsuliyyət əmələ gəlir və heç kəs şəhəri çirkləndirmək istəmir. Orada həmişə fərqli adlarda restoranlar olurdu. İndi Özsüd oranı götürüb, Özsüd Türkiyə brendi restoran Türkiyənin bütün şəhərlərində var. Uşaqların da oynaması üçün bir neçə yerdə xüsusi yerlər düzəldir. Bu da məşhur Malakan bağının fəvvarələri. Neçə illərdir bu fəvvarə buradadır.
Amma indi təmirdən çıxıb daha gözəl olur. Bu yol gedir sahil metro stansiyasına. Özsüdün girişi buradandır. Deyəsən bütün mərtəbələri Özsüd götürüb 3 mərtəbəli. Daha bir parkın içində daha bir çıxış o tərəfə doğrudur. Bir də Özsüdün arxa tərəfinə baxaq. Orada da yəqin ki maşınların gedişi məhdudlaşıb. Qəşəng düzəlib oralar. Burada da parking var. Bilməyənlərin nəzərinə 4-5 mərtəbəli parkingdir. Vapiano'nun üstündə. Bəli, buralar da çox qəşəng, səviyyəli. Hər yerdə güllərin ətrini duymaq olur. Bu isə çox böyük bir restorandır. Kafeman. Həm böyük kitabxana, həm də restoran, kafe. Oturub çay, kofe içə-içə mütaliə edə bilərsiniz. Bu da köhnə binalar, yaşayış binaları. Targov mərkəzdə yerləşən eski binalar. Sushi. Yoshi Sushi. Dünyanın hər yerində olduğu kimi bəzi restoranlar həddindən artıq çox qonaq qəbul edir, bəziləri isə boş qalıb. Cürbəcür kollar, cürbəcür qoxular gəlir buradan. Hər kolun, hər ağacın öz xüsusi ətrini ayrı-ayrı duymaq olur. Çox xoşdur. Bu da Bronx Cafe Bar. Buranı heç görməmişdim. Deyəsən bu bikerlərin sevimli yeridir. Baxın, mototsiklları park ediblər. Раньше машины вот так ехали, машину брали, сейчас пешком. Yavaş-yavaş bir dövrə vurmağa yaxınlaşırıq. Belə əziz dostlar, indiki Xəqani Parkı, keçmiş adıyla Malakan Parkı, düz Bakının mərkəzində məhdudlaşdırılmış yollar, yəni maşınlara məhdudlaşdırılmış yollar insanlara açılıb, güllər, çiçəklər əkilib, yəni inkişaf göz önündədir. Bura mükəmməl. Mən də yavaş-yavaş buradaca videomu bitirəcəm. Növbəti videolarda görüşərik. Sağ olun, var olun.